Deməli, Səfəv Osmanlı müharibəsi. Səfəv Osmanlı müharibəsi hətta başlamamışdan öncə, belə deyək də, Səfəv ilə Osmanlı hökmdarı var idi ki, 2-ci Bəyazid, 2-ci Bəyazid bu İsmayılla dostluq əlaqəsi yaratmışdı. Əlbəttə ki, bu 1504-cü ildə baş tutmuşdu. Yəni belə deyək də, Şah İsmayılı bir hökmdar kimi tanımağa başladı. Bəlkə ilk Səfəv Osmanlı müharibəsinin səbəbləri var ki, indi o səbəbləri mən sizə deyim. Osmanlı sərhədlərini Şərqi Anadoluya doğru genişləndirmək istəyirdi. Osmanlılar Azərbaycandan keçən ticarət yollarına nəzarət etmək istəyirdi. Bir də ki, Səfəvlərin Azərbaycanda Şərqi Anadoluda mövqeyini möhkəmləndirmək siyasəti Osmanlıların heç xoşuna gəlməmişdi. Müharibə ərəfəsində Bəyazidin oğlu var idi ki, bu Yavuz ləqəbi ilə tanınan Səlim başladı bir sıra tədbirlər görməyə. Deməli, 1. Macarıstandan əlaqələr yaratdı. Macarıstan və Venisiya. Venisiya ilə əlaqələr yaratmışdı. Belə deyim də, sülh bağladı ki, eyni zamanda Şeybanilər də yardım üçün çağırmışdı. Və daha sonra isə bir də ki, göstərişli ilhamalardan ibarət olan cihad altında müharibəyə dinli don geyindirmişdi. Əlbəttə ki, həmin dövrdə Şah İsmayıl da boş qalmamışdı. Şah İsmayıl Venesiya və Roma papasına məktublar göndərmişdi və eyni zamanda isə Portuqallarla 1510-cu ildə Portuqallarla danışıqlar apardı. Portuqallarla danışıqları nə idi ki, demişdi ki, Portuqallara siz mənə odlu silah verin, mən sizə isə hörmüzü verəcəm, nəzarət edərsiniz. Amma siz əsas odur mənə odlu silah verin ki, Osmanlılarla müharibədə lazım olar, istifadə edə bilsinlər deyə. Deməli, həmin vaxt isə bu odlu silah vermədilər, yəni Portuqallar verdiyi vədlərin üstündə durmadılar. Amma Hörmüzü ələ keçirmişdilər. 1510-cu ildə Hörmüzü ələ keçirdilər. İndi gələk biz nəyə? Səfəv Osmanlı müharibəsinin başlamasına. Bu 1514-1555-ci illəri əhatə edir. Bu birinci mərhələdir. Deməli, birinci mərhələ zamanı, belə deyək də, Səfəvlərlə Osmanlılar arasında 1514-cü ildə Çaldıran döyüşü olmuşdu. Çaldıran döyüşündə, belə deyək də, Səfəvi Osmanlı arasında olmuşdu. Burada Səfəvlər məğlub oldu. Osmanlı hökmdarı olan Səlim, yəni birinci Səlim gəldi, tutdu Təbrizə. Təbrizə tutdular, amma burada Təbrizə qala bilmədilər. Çünki Səfəvlərin yeni hücum hədəf təhlükəsi var idi və əsgərlər arasında narazılıq olduğu üçün bunlar geri qayıtmalı oldular. Osmanlılar geri qayıdarkən Mosula qədər ki, Şərqi Anadolu bütün əraziləri tutmuşdular və hətta Səlimin burada bir siyasəti var idi ki, Təbrizdə olan sənətkarları, bir neçə min sənətkarlığını aparmışdı İstanbula. Öz ərazisinə aparmışdı. Hətta bu Monqollarda da var idi ki, belə bir şey 1231-39-cu il yürüşlərində Təbriz sənətkarlarını aparmışdılar Qaraqorum şəhərinə. Yəni, bunu oxşar kimi götürə bilərsin. Daha sonra isə 1524-cü ildə, belə deyək də, bu məğlubiyyətin, Çaldıran döyüşündə məğlubiyyətindən sonra İsmayıl da döyüşlərə girmir, çünki yaxın adamlarını itirmişdi, buna pis təsir etmişdi. 1524-cü ildə İsmayıl hakimiyyətdən devrildi, onun yerinə gəldi birinci Təhmasib. Təhmasib hələ az yaşlı idi deyə idarəçiliyi o qədər də bilmirdi. Bunun hakimiyyət dövrü 1576-ya qədər olmuşdu. Təhmasib o qədər idarəçiliyi yaxşı bilmədiyi üçün az yaşlı idi. Artıq, belə deyim də, burada özbaşınalıq var idi. Mərkəzi hakimiyyət zəifləmişdi, özbaşınalıq artmışdı. Bu hakimiyyət yaşad olduqdan sonra isə bu başladı daxili çəkişmələr son qoydu, mərkəzi hakimiyyəti gücləndirdi və özünü tədbirli və uzaqgörən hökmdar kimi göstərməyə başlamışdı. Hətta belə bir hadisə oldu ki, Süleyman Azərbaycana, yəni Səfəvlər dövlətinə yürüş etmək istəyirdi. Bu nədən istifadə eləmişdi? 1534-cü ildə Təhmasibin başı Xorasana qarışmışdı. Xorasana qarışdı. Çünki burada belə deyək də, özbəklərlə müharibələr aparırdı. Özbəklərlə müharibələr apardığı üçün gördü ki, Süleyman Təhmasibin başı Xorasana qarışıb. Deməli, dövlətin, belə deyim də, yiyə çıxan yoxdur. Bu da başladı 1534-cü ildə yürüşə, birinci yürüş.
birinci yürüş oldu. Birinci yürüş zamanı Təhmasib buna yandırılmış torpaq taktikasından istifadə etdi. Yandırılmış torpaq taktikası nədir? Belə, gələcək əraziləri, məsələn, Süleymanın gəlmir həmin ərazilərdən. Həmin o gəlib çatacaq ərazini bütün su quyularının üstünü örtür, otlaqları yandırır, yəni daşına bilən nələr varsa hamısını daşıyır. Çünki onlar gələndə burada ac qalsınlar, susuz qalsınlar və məcbur olub bunlar geri qayıtsınlar. 1534-cü il yürüşündə Süleyman gəldi, Təbrizi tutdu. Təbrizi tutsa da, amma qışın yaxınlaşması, ərzaq çatışmamazlığı və əhalinin şiddətli müqavimətinə görə Süleyman məcbur olur, geri qayıdır. Amma burada əsas məqam nədir? Burada əsas məqama diqqət edin. Osmanlılar geri qayıdan zaman Bağdadı tuturlar. Bağdad və eyni zamanda Ərəb İraqın da ələ keçirmişdilər. Ərəb İraqı da tutmuşdular. Deməli, Ərəb İraqı tutandan sonra isə getdilər. Təzədən gəldilər 1535-ci ildə. Bu artıq ikinci yürüş sayılır. İkinci yürüş zamanı yenə də gəldilər və həmin ikinci yürüşdə də Təhmasib hərbi strateji tədbirlər gördü. Yenə paytaxt şəhərləri köçürtdü və əkin sahələri yandırmışdı. Amma ki, bu yürüşdə bunların qarşısı harda alınmışdı? Sultaniyədə. Sultaniyədə Osmanlı dövlətində isə, belə deyək də, orada yazır ki, burada Həmədan döyüşü baş vermişdi 1535-ci ildə. Həmədan döyüşündə belə deyək də, Səfəvlər qalib gəlmişdi. Belə döyüş yazım. Həmədan döyüşündə Səfəvlər qalib gəlmişdi. Osmanlılar məğlub olub geri qayıtmışdılar. Süleymanın yürüşlərinin növbəti mərhələsi 1548-də olub, 3-cü yürüş. Hətta burada 1535-ci il yürüşündə geri qayıtmasının səbəblərindən biri isə orduda taun xəstəliyinin yayılmasıdır. Çünki bu taun xəstəliyi eyni zamanda Slavyanların yürüşlərinə 1944-cü ildə 45-də geri qayıtması ilə oxşar kimi götürə bilərsiniz. Taun xəstəliyinin yayılmasıdır. Deməli, 3-cü yürüş Süleyman. Süleymanın 3-cü yürüşü, Osmanlıların 3-cü yürüş zamanı bunlar gəldi. Əlbəttə ki, bu tək gəlməmişdi. Bundan bircə Əlqas Mirzə də gəlmişdi. Əlqas Mirzə Şirvan bəyləri bəyi olub. Sonra qaçmışdı. İndi onu da deyəcəm sizə. Əlqas Mirzə gəlmişdi. Bu Əlqas Mirzəni Əlqas Mirzəni tutdular, bunu öldürdülər. Süleyman isə gəldi, bu geri qayıtmalı oldu. Gəldi Təbrizə, 4 gün Təbrizdə qaldı. Sonra 4 gündən sonra tərk edib çıxıb getmişdi. Əlbəttə ki, birinci yürüşdə olduğu kimi, üçüncü yürüşdə də Təhmasib burada yandırılmış torpaq taktikasından istifadə etmişdi. Deməli, Süleyman geri qayıdan zaman Təhmasib, belə deyək də, böyük oğluna tapşırır ki, yəni İsmail Mirzəyə tapşırır ki, bunu təqib etsin. İsmail Mirzə başlayır, belə deyək də, bunu təqib etməyə. İsmail Mirzə getməli idi hara qədər? Qars qalasını geri alıb Ərzuruma qədər gedib çatmalı idi. Çünki istəyirdilər ki, Süleymanı gələcəyi yerlərdən zərbə vursunlar da, sıxışdırıb çıxarmaq istəyirdilər. Əlbəttə ki, bunun ardınca 1552-ci ildə Təhmasib özü getmişdi. Təhmasib əks-hücuma keçdi. Təhmasib isə belə deyək də, Muşa qədər olan əraziləri, yaşayış məntəqələrini dağıtdı ki, biri var gəlsin Təbrizdə dağıtsın, yəni Təbrizi həm öz şəhərləridir pis günə salsın, biri var gələcək əraziləri yandırsın ki, da içərilərə doğru gələ bilməsinlər. Yardan geri qayıtsınlar, bunlar fikrində idi. Bir də əks-hücuma keçməsində əlbəttə ki, məqsəd var idi. Birinci məqsəd Şərqi Anadolunun Səfəv dövləti ilə həmsərhəd bölgələrini, eyni zamanda Osmanlı qoşunu irəliləməsi üçün mümkünsüz hala gətirmək istəyirdi. Bir də ki, barışıq təklif etmişdi. Barışıq təklifini israrla rədd edən Osmanlı sultanı yeni basqınlardan çəkindirmək istəyirdi. Növbəti dəfə 1554-cü ildə Süleyman yürüş elədi. Əlbəttə ki, burada Buğurt döyüşü olmuşdu. Buğurt döyüşü Səfəv və Osmanlı müharibəsi olub. Səfəvlər burada qalib gəldi, Osmanlılar məğlub olmuşdu. Süleyman hətta getmişdi, belə deyək də, Naxçıvanı tutmuşdu. Naxçıvanı o qədər yandırmışdı ki, qırğınlar törətmişdi ki, burada məlumat verirlər ki, Peçevi hələ yazmışdı ki, gündüz gecəyə dönmüşdü tüstüdən. Deməli, Süleymanın 4-cü yürüyüşü zamanı gəlirlər Naxçıvanı tutub yandırırlar.
Hətta burada Təhmasib yenə də yandırılmış torpaq taktikasından istifadə edir və yandırılmış torpaq taktikasında şahın əmri ilə İrəvan, Naxçıvan və Qarabağ bölgələri boşaldılmışdı. Sonda isə müqavilə bağlanır 1555-ci ildə Amasya sülhü. Amasya sülhü birinci müharibəni, yəni birinci mərhələsini başa çatdıran müqavilədir. Amasya sülhünün şərtlərinə görə Səfəvilər bütün Azərbaycanı, eyni zamanda Şərqi Gürcüstanı əllərində saxlayır və Qərbi Gürcüstan, Bağdad da daxil olmaqla Ərəb İraqı isə Osmanlılara qalmışdı. Bununla da birinci müharibə başa çatdı. Hətta 1555-ci ildə isə paytaxtı dəyişirlər Qəzvin şəhərinə. Çünki artıq belə deyək də Təbriz yararsız hala düşmüşdü. O qədər yandırılmış torpaq taktikası istifadə etmişdilər ki, şəhər çökmüşdü. Gələk indi biz nəyə? Bu dövrdə Təhmasibin vaxtında 1538-ci ildə Şirvanşahlar dövləti süqut etdi. Bu Şirvanşahlar artıq sonunda süqut edə bilirlər. 861-də yaranmışdı. 1538-ə qədər mövcud olan bir dövlətdir. Əlbəttə ki, 1538-də də bunların sülaləsi var idi ki, Dərbəndlilər. Dərbəndlər sülaləsi 1538-də gedir. Bunun dövrü isə 1382-də gəlmişdi hakimiyyətə. Sonuncu hökmdar olan Şahrux hakimiyyətdən devrilir. Birinci Təhmasib göndər Əlqas Mirzəni. Əlqas Mirzə gəlir, ardınca isə Təhmasib özü də gəlir. Gələndən sonra 1538-ci ildə Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyur və Şirvanşahlar dövləti süqut eləmişdir. Və buranı isə Şirvan bəylərbəyi olan Əlqas Mirzəni təyin etdi. Şirvan bəylərbəyliyi yaratdı, Əlqas Mirzəni ora təyin etmişdi. Və Əlqas Mirzənin qiyamı isə bayaq dediyimiz kimi 1547-ci ildə Əlqas Mirzənin qiyamı oldu. Çünki bu özü müstəqil idarə etmək istəyirdi. Buna görə də Təhmasib yürüş etdi. Əlqas Mirzə də qaçdı getdi İstanbula. Yəni Süleymana gedib sığınmışdı. Əlqas Mirzəyə kömək edən Dərviş Məhəmməd var ki, yəni Şəki hakimi var idi ki, Şəki hakimi Dərviş Məhəmməd. Bunu isə 1551-ci ildə. Hətta bizdən soruşar ki, Səfəvilər Azərbaycanı nə vaxt fahiş şəkildə birləşdirir? 1551-ci ildə. Şəki hakimliyinin süquta uğradandan sonra. Şəki hakimliyi niyə görə süquta uğradır? Dərviş Məhəmmədi öldürür. Çünki Şəki hakimi olan Dərviş Məhəmməd Əlqas Mirzə qiyamında kömək etdiyi üçün onu hakimiyyətdən devirir, onun yerinə gətirmişdi Toyğun bəy